Herkese selam dostlar. Kanalımıza hoş geldiniz. Bugün biz sizlerle çok maraqlı təcrübələr yapacağız. Burada məndən qızımın Gülsüm kömək edəcək. Gəlin çox uzatmadan videoya keçək. Birinci təcrübəmizdə gördüyünüz kimi ağzı su ilə dolu şüşəyə üstünə salfetka qoyuruq. Kesme. Tutmadı. Ters çevirdik. Su akmır. Ne işe yaradı? Hiç. Olur mu? Ama içinde su var işte. Ne işe yaradı? Hiç. Oldu mu? Oldu. Bence çok da yararlı değil. Onun üstünden 4. Hakkındayım. Onun üstünden 2. Hakkındayım. Oldu mu? Oldu. Ama hiçbir şey yaramıyor. İndi ise mesela evde balaca bacısı kardeşi olurlar. Evde bacısı kardeşi olurlar. Bunu eləyə bilər. Gülsümün də mənim də evdə balaca bacısı və yaxud qardaşı var. Bunu eləmək üçünsə kibritin o qara yerini suya batırırıq və əlimizin üstünə veririk. Sonra isə bunu silirik və iz tamamilə yox olur. Sadece kibritin boz yeri qalabilir. Onu da salfetkayla silirik. İndi isə sonra deyə bilərsiniz ki, bəs axı bu su ilə də silinir. Gördüyünüz kimi çox sulu bir salfetkayla Gülsümün əlini silirik. Silinir, amma iz qalır. Bunu necə edirik? Kibriti üstündən edirik. Ve silirik. Gördüğünüz gibi çok yararlı. Şimdi ise üçüncüye geçək. Burada ise uşaqlar əllərini yumaq istəmirsə, onları bu suyun içine istiot atmışıq biz videodan öncə də. Sabunu elimizi batırırıq. Bir yerime sabun batırmayacağım. Sabun batırdığım elim istiyotdur. Sabun batırmadığım elim istiyotdur. Daha sabun batırdığım elim ise istiyotda rəsmən dairə açıldı. Vay. Məncə çox işə yarardı uşaqlara əl yumağı sevdirməyə görə. Hiç de işe yaramadı. Onda 7. 1. İndi isə 4-cü və son tədbirimize, daha doğrusu oyun kimi bir şeydir. Ona keçək. Bu məncə alınmaz. Dediklərinə görə krokun içine su doldururuq. İçinde kaldı. Az oldu. Sonra isə karandaş və qələm batırırıq. O qalır. Oldu. Bu da oyun kimi maraqlıdır, amma çox İşe yarayır mı? Yarayır. Yaramaz. Hiç işe yaramaz. Niyə? Ha, heç nə işə yaramır. Məncə gülləri sulamaq istəsəz,
karandaşı belə qoyursunuz. Hər gün damcı sulanır. Bunlardan ikisi, üçü olmadı ama bir ikisi de çok yaxşı işe yarayan oldu. Sağ olun. Sağ olun.